Yəqin ki, mənimlə razılaşarsınız ki, çox az qism insan öz işindən razıdır. Nəinki bizdə, dünyada təxminən 70%-ə qədər işçi öz karyerasını dəyişmək istəyir. Amma reallıq budur ki, heç kim bu dəyişikliyi etməyə cəsarət etmir. İndi mən sizə real həyat hekayəsi danışacağım. Həyatında 3 dəfə yolunu dəyişən bir gənc haqqında. Jan Koum, WhatsApp-ın qurucusu. Ukraynada doğulan, atanın sıravi tikinti işçisi, ananın evdar qadın olduğu kasıb bir ailədə böyüyən Jan Koum 16 yaşında anası ilə birlikdə Amerikaya köçür. İlk illər onlar food stamps, yəni sosial yardım almaqla yaşayırlar. Bir neçə il sonra anasını xərsək xəstəliyindən itirən Jan Koum tək qalır. O, supermarketdə təmizlikçi işləyir, rəf düzəldir, döşəmə silir. Amma bu, onun məşğul olmaq istədiyi iş deyildi və daxilində uğur qazanmaq hissi onu rahat buraxmırdı. Bu düşüncə ilə o, kursa getmədən kitabxanalarda pulsuz kitab oxuyaraq proqramlaşdırma öyrənir və uzun axtarışdan sonra Yahooda işə düzəlir. Bu, onun həyatında ikinci böyük dəyişiklik idi. Beləliklə, o, əl ilə fiziki iş görən işçidən texnologiya mütəxəssisinə çevrilir. Amma o yenə rahat oturmadı. Stabil işi, yüksək maaşı, rahat ofisi buraxdı və WhatsApp-ı qurdu. Və diqqət edin, Jan Koum illər öncə iş axtararkən Facebook onun CV-sini rədd etmişdi. Amma bir neçə il sonra Facebook ondan WhatsApp-ı 19 milyard dollara almağa məcbur oldu. Ola bilər deyirsiniz ki, hamı Jan Koum ola bilməz. Bəli, elədir. Amma inanın ki, hər kəsin daxilində özünə məxsus istedadı, səriştəsi var. Yetər ki, siz bir bacarıq öyrənin. Öz işindən, peşəsindən narazı olan, birdən alınmaz deyib düşünən xanımlar və cənablar, çox götür-qoy etmək həmişə qərar verməyə mane olur. Əgər öz işinizdən razı deyilsinizsə, tərəddüd etmədən siz də qərar verin.